14 dekabr 2025-ci il. Sabahınız xeyir əziz Kəmki TV izləyiciləri. Buradan sözümü, yəni xahişimi demək istəyirəm Naxçıvan şəhər rəhbərliyinə və yol idarəsinə. Ona ikinci dəfədir mənim başıma gəlir. Saraydan, Heydər Əliyev sarayından Üzüm iqrarına gələndə o enli yolda bir neçə dənə piyada zolağı var. Amma zolağın işıqlandırılması çox zəifdir. 2 dəfə olacaqdı ki, mən bir sərnişinə zərər toxunduracaqdım. Şükür Allaha çata-çatda gördüm. Biraz yağış yağanda zolaq heç görünmür. Hətta zolaq görünsə belə, bu xüsusən də qara geyimli olan piyadalar keçəndə məcburən də yaxın işıqlarımızı vururuq, çünki şəhər içidir. Görmürük piyadadır. Son anda piyadaya çatanda bir təhər özümüzü yığışdıra bilirik. Gözümü də apardım doktora göstərdim, bir neçə gün olar. Dedi gözündə problem yoxdur. Əziz Naxçıvan rəhbərliyi, xahiş edirəm, xüsusən enli yollarda piyada zolağın yanındakı işıqları biraz gücləndirin ki, piyadaları görə bilək biz sürücülər və bir zərər toxunmasın. Sağ olun, var olun. Minnətdarım.